Həzrətlərinə bir qul namazda necə xuşuya çatar, ibadətindən necə feyiz alır deyə soruşdular. Həzrət belə cavab verdi. 4 şeylə. Birincisi halal loxma. İkincisi dəstəmaz əsnasında qəflətdən uzaq durmaq. Yəni dəstəmaz alarkən Allahın huzuruna hazırlaşdığı fərqində olmaq. İmam Zeynalabdin Rahmetullahi aleyh dəstəmaz olanda rəngi sarılarmış. Soruşurlar ki, nə oldu səbəbi, hal mı baş verir? Şanı ucu olan Allahın huzuruna hazırlaşıram. Şanı ucu olan Allahın huzuruna hazırlaşıram. Yəni bir icra hakimiyyətinin qəbuluna girəndə qarşısında düyməyə bağlayırsan, pencəyə qaba bağlayırsan, özü çəkib can verirsən, ayaqqabı mazlayırsan, filan deyirsən. Şanı ucu olan Allahın huzuruna durmağa hazırlaşırsan. Yəni o şuurda dəstəmaz aldığın zaman o namaz da başqa olur. İlk təkbiri alarkən özünü huzurda bilmək, yəni Allahın huzurunda bilmək. Dördüncüsü, namaz xaricində də haqqı əsla unutmamaq, yəni namazdakı huzur, sükun və masiyyətdən, günahdan uzaqda durma halının namazdan sonra da davam etdirə bilmək. Yəni, namazda bir insan nağayılıb qeybət eləmir. Namaz xaricində də o qeybətdən uzaq. Namazda bir insan söyüşləyə bilmir. Namaz xaricində də eləməyəcəksin. Namazda bir insan nağayılmır, pis görüntülərə baxmır. Eyni ilə namaz xaricində də bu şəkildə. İlahi bunu artırdıqca artırmaq olar. Yəni, namazdakı halı mühafiz eləmək. İslamın həyatın bütün mərhələlərini əhatə etməsi əslində bir zərurətdir. Çünki hər şey bir-biri ilə irtibat halındadır. Xeyr xeyrə, şər şərrə doğru təmayül etdirir. Haram qazanc xərclənərkən də haramlara və israflara sövq edər. Kişinin iradəsi deyil, pulunun gəldiyi yerin təsiri hakim olur. Yəni, halaldan gələn halala gidir, haramdan gələn harama gidir. Yəni. Pul deyir, ilan kimidir, çıxdığı deşiyə gedir. Yəni, halal yerdən gəlibsə, halal işlərə gedir. Amma haram yerdən gəlmişsə, qazanç haramdırsa, istərsəmə harama gedir. Mevlana Həzrətləri xəbərdar edir. Bir qazı qəlbən rüşvət almağa qərar verərsə, həssasiyyəti və ədalət tərəzi pozular da zalimin məzlumdan ayırt edə bilməz. O halda həyatın ilahi tənzimə uyması üçün heç bir mərhələnin ehmal edilməməsi gərəkir. Çünki şeytan və nəfis tapdığı tək bir zaf, yəni boşluq dəliyindən girər, hər şeyi viran edər. Özünü hesaba çək. Daima kuyumcu, yəni zərgər tərəzisi həssasiyyəti ilə qazancını, günlük yaşayışını, evdəki, iş yerindəki halını, insanlarla münasibətlərini dəyərləndir. Mənim qazancım necə? İçində şübhəli bir şey varmı? Bir dükkanı kirayə verdim. Onu əhil bir kimsəyə mi verdim? Yanlış iş görən bir kişiyə mi kirayə verdim? Yəni bir dükkanım var, kirayə vermirsən, mən dükkan sahibiyəm, oradan ağırlar qarşısından olmaz elə. Yəni, bankə, məsələn, kira vermək olmaz. Çünki bank gəlir haramdır. Və yaxud da, içki məzəsi olacaq, yəni içki süfrəsi açacaq, orada restoran işlədəcək, içki ilə alış-veriş, nə bilim, filan feşməkan, qalyanın filanı feşməkanı. Mən kiramı arım, yəni mənə aidiyyət yoxdur, olmaz yəni. Ona diqqət edəcəksən. Halal bir iş üçün ayrılan şeyə verəcəksən, yəni iş görüləcək işə verəcəksən. Haqq, hüquqa diqqət etdinmi? Maiyyətimdə, yəni nəzarətim altında çalışan kişilərin haqlarını verdinmi? Alın tərlərini halal etdirdinmi? Mirasda bir haqq yedinmi? Yəni bəzən görürsən ki, miras bir valideyn vəfat edir. Geriyə qalan, valideyndən qalan var dövlət ədalətlə bölüşülmür. Yəni, Quran ayəsinə görə bölüşülmür. Həmən evin balacasıyım, hər şey məmnun oldu, elə şey yoxdur. Yəni, orada xanımın da haqqı var, yəni vəfatlayanın xanımın da haqqı var, qızının da, oğlunun da haqqı var. Yəni, atasısa, atasının da haqqı var. Yəni. Bir ailə böyüyü və ya fərdi vəfat etdiyində əhil bir fiqh aliminə bu məsələdə ilahi təlimat nədir deyə soruşdunmu? Əgər haqsızlıq etdiysən, İslami üsula riayət etmədiysən, qiyamətdə onun hesabı var. Dünyada da haramlar
könlə zəhər saçar. İbadət zövqünü qurudur. Hətta qəbuluna mane olur. Hədis şərifdə xülasətən belə buyurulur. Qazancı haram bir kişi hacca gedər, ləbbeyk deyər, fəqət ona la ləbbeyk, sən rədd edildin deyilir. Allah qorusun. Ona görə çox diqqətli olmaq lazımdır. Çox həddindən artıq. Doğru və dürüstlük. Rahmanın sadiq qulları yalan yerə şahidlik etməzlər. Boş sözlərlə qarşılaşdıqlarında isə oradan mənfi bir inikas almamaq üçün, mənfi bir əksik gəlməməsi üçün vüqar ilə keçib gedərlər. Furqan surəsi 72-ci ayət. Ey iman edənlər, Allahdan qorxun və doğru söz söyləyin ki, Allah əməllərinizi salih hala gətirsin və günahlarınızı bağışlasın. Əhzab surəsi 70-71-ci ayət. Sıdq, doğruluq insanı yaxşılığa, yaxşılıq da cənnətə götürür. Kişi doğru söyləməyə davam etdikcə sonunda sıddıqlardan olur. Yalan kişini fucura, günah və əxlaqsızlığa, fucur da cəhənnəmə aparır. Kişi yalan söyləməyə davam etdikcə sonunda Allah qatında yalancılardan yazılır. Allah qorusun. Rəvah Buxari. Sıdq, doğruluq o qədər mühümdir ki, ayət kərimədə həm hesab günündən bəhs edilərkən bu sadiqlərə sədaqətlərinin fayda verəcəyi gündür buyurulmaqdadır. Maidə surəsi 119-cu ayət. Sədaqət müsəlman şəxsiyyətinin ayrılmaz bir vəsfidir. Müşriklər belə Resulullah sallallahu aleyhi ve sellem Efendimizə peyğəmbərliyindən öncə ismi ilə xitab etmək yerinə Əl-Əmin və Əs-Sadiq sifətləri ilə xitab edərdilər. Əl-Əmin gəlir, Səfa qapısından Peyğəmbər aleyhissalatu vesselam girdiyi zaman hamı sevindi. Əl-Əmin gəlir. Bu Həcərlə sifəti yerinə qoymaq mübahisəli məsələdə Peyğəmbər aralarında dava çıxır. Deyirlər ki, Səfa qapısından ilk gələn adam bizə hökm versin. Baxırlar Resulullah sallallahu aleyhi ve sellem oradan gəlir. O zaman hələ gənc Muhammed. Yəni ilk vəhi gəlməmiş, Peyğəmbəri verilməmiş. Hamı sevinir. Əl-Əmin, Əs-Sadiq gəlir. Niyə? Ədalətli hökm verəcək deyə. Çünki güvənilir və doğru olmaq onun əsli təbiəti idi. Necə ki, təbliğə başladıqdan sonra ən yaxın əqrabalarına bu dağın arxasında düşman var desəm, qəbul edərsinizmi dedi. Hamısı sən Əl-Əminsən, Əs-Sadiqsən. İçimizdə ən doğru insan sənsən dedilər. Rəvah Buxari. Onlar əmanətlərini öz yandaşlarına deyil, Resulullah sallallahu aleyhi ve sellemə təslim edərdilər. Hətta Peyğəmbər aleyhissalatu vesselam Məkkədən Mədinəyə hicrət eləmə əsnasında 13 ildir ki, İslamı təbliğ eləyir. Yəni 13 ildir Peyğəmbərlik verilir. Yanında bir çox müşriklərin əmanətləri var idi. Həzrət Əli Əfəndimizə bunları təhvil verir, deyir ki, bu filan kəsindir, bu filan kəsindir, bu qədər filan şeydə peşman kəsə çatarsıdır. Yəni bunlar sahiblərini verdikdən sonra gəl, qorxmasa zərər verməyəcəklər, verə bilməzlər. Resulullah s.ə.v Həzrət Əli Əfəndimizi öz yerində yatızdırır və əmanətləri onlar təhvil verir, ondan sonra müşriklərin arasından çıxıb gedir. Hətta Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellem hicrət edəcəyi zaman belə üzərində müşriklərin bir qism əmanətləri vardır və ölüm təhlükəsinə baxmayaraq Həzrət Əlini Məkkədə buraxıb onları sahiblərinə təslim etdirmişdir. Resul-i Əkrəm sallallahu aleyhi ve sellem Efendimizə bir gün mömin qorxaq ola bilərmi deyə sorulmuşdu. Bəli, ola bilər buyurdu. Mömin xəsis ola bilərmi deyə soruşdu. Bəli, ola bilər buyurdu. Yaxşı, mömin yalancı ola bilərmi deyə soruşuldu. Resulullah sallallahu aleyhi ve sellem bu səfər xeyr, əsla buyurdu. Yəni, yalancılıq müsəlmana qəti yaraşmır. Yəni, mümkün deyil. Qorxaq ola bilər, xəsis ola bilər, əli bərk ola bilər, amma yalancı ola bilməz. Yalanla möminlik bir çərçivəyə sığmır yəni. Biri girdi mi, o birisi çıxır yəni. Allah qorusun. Rəbbim söhbətimizi dərgah izzətində qəbul eləsin. Rizasına uyğun əməllər nəsib eləsin. Oxuduğumuzun və eşitdiyimizin təsirini üzərimizdə xalq eləsin. Lillahi Teala'l-Fatiha.